Deməli, bugünkü mövzumuz müəllimin fasilitasiya bacarığı mövzudur. Bu günlərim gəlin müəllimin fasilitasiya bacarığı mövzunun izahını dinləyək. Deməli, ilk olaraq onu qeyd edim ki, ənənəvi müəllim obrazında müəllim informasiyanı hazır şəkildə ötürürdü. Yəni, əvvəlki təlimdə, ənənəvi təlimdə müəllim informasiyanı hazır şəkildə şagirdlərə ötürürdü. Şagirdlər də pasiv idilər, yəni ənənəvi təlimdə və hazır şəkildə ötürülən informasiya ilə bağlı bir neçə tapşırıq verib, öyrənməni yoxlamaqla fəaliyyəti tamamlayırdı. Deməli, əvvəlki təlim mühitində, yəni ənənəvi təlim mühitində, müəllim obrazında əsas iş nə olurdu? Müəllim obrazında müəllim informasiyanı hazır şəkildə ötürürdü şagirdlərə. Şagirdlər pasiv idilər və hazır şəkildə ötürülən informasiya ilə bağlı bir neçə tapşırıq verib, öyrənməni yoxlamaqla fəaliyyəti tamamlayırdılar. Bu, ənənəvi müəllim obrazında bu formada idi. Bəs fasilitator müəllim prosesi idarə edir. Şagirdləri istiqamətləndirir. Şagirdlər aktivdir burada. Şagirdlərdə müstəqil öyrənmə bacarıqları inkişaf edir. Baxın, indi fikir verin. Ənənəvi müəllim obrazı və fasilitator müəllim. Deməli, fasilitator müəllimdə nə baş verdi? Fasilitator müəllim prosesi idarə edir, şagirdləri istiqamətləndirir, şagirdlər burada aktivdir, şagirdlər müstəqil öyrənmə bacarıqları müstəqil öyrənmə bacarıqları inkişaf edir. Şagirdlər özlərinin öyrənməsi üçün yol göstərdikdə, yəni müəllim tərəfindən o yol göstərdikdə, özləri araşdıraraq informasiyanı aktiv şəkildə əldə etməsi üçün şərait yaratdıqda həmin şagirdləri, onlar daha həvəsli öyrənirlər və özlərinin öyrəndiklərini uzun müddət yaddan çıxmırlar. Yəni, onların yaddaşından uzun müddət çıxmır. Deməli, şagirdlərə özlərinin öyrənməsi üçün hər hansı bir yol göstərdikdə, özlərinin araşdıraraq informasiyanı aktiv şəkildə əldə etməsi üçün biz onlara şərait yaratdıqda, onlar daha həvəsli öyrənirlər və özlərinin öyrəndiklərini uzun müddət yaddaş çıxartmırlar. Yəni, bu uzun müddətli yaddaşda qalır. Bax, müəllimin əsas funksiyası nədir bəs? Müəllimin əsas funksiyası şagirdi məqsədə yönəldən. Deməli, baxın, burada əsas biz nələri qeyd edirik? Müəllimin əsas funksiyalarını. Müəllimin əsas funksiyaları şagirdləri məqsədə yönəldən, müstəqil öyrənməyə şərait yaradan, metakognitiv bacarıqları, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən olmalıdır. Deməli, biz bunu qeyd edək, müəllimin funksiyası, qısa şəkildə yazdım, müəllimin funksiyası. Hansı funksiyaları oldu müəllimin? Deməli, şagirdləri məqsədə yönəldən, müstəqil öyrənməyə şərait yaradan, metakognitiv bacarıqları
bacarıqları. Bundan başqa hansıları? Tənqidi təfəkkürü, tənqidi və yaradıcı. Tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən olmalıdır. Tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən olmalıdır. Bundan başqa, bunlar da müəllimin funksiyasına aiddir. Bundan başqa həm də müəllim özünü yeganə informasiya mənbəyi kimi nümayiş etdirməməlidir. Bax, bunlardan başqa digər hissələrində qeyd edirəm. Müəllim özünü yeganə informasiya mənbəyi kimi nümayiş etdirməməlidir. Deməli, müəllim yeganə informasiya mənbəyi kimi göstərməməlidir. Sonra yeni metod və üsullardan fərqli təlim modellərindən istifadə etməlidir. Bax, bu hal-hazırda qeyd etdiklərimizin hamısı müəllimin funksiyalarına aiddir. Deməli, müəllim yeganə informasiya mənbəyi kimi özünü göstərməməlidir. Yeni metod və üsullardan istifadə etməlidir. Üsullardan istifadə etməlidir. Fərqli təlim modellərindən istifadə etməlidir və bunlardan başqa da bir əsas funksiyası da odur ki, müasir dünyanın və təhsilin tələbinə cavab verən şagird yetişdirməlidir. Deməli, həm müasir dünyanın, həm də təhsilin tələbinə cavab verən şagird yetişdirməlidir. Bir də müəllimin funksiyasını bir daha nəzərimizdən keçirdək. Deməli, müəllimin funksiyası nə oldu? Şagirdi məqsədə yönəldən, müstəqil öyrənməyə şərait yaradan, metakognitiv bacarıqları, tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirən olmalıdır. Həmçinin də müəllim özü yeganə informasiya mənbəyi kimi nümayiş etdirməməlidir. Yeni metod və üsullardan, fərqli təlim modellərindən istifadə etməlidir. Bir də müasir dünyanın və təhsilin tələblərinə cavab verən şagird yetişdirməlidir. Bax, bu hissə müəllimin funksiyasına aiddir. Bu olur müəllimin funksiyası. İndi gəlin baxaq, fasilitator kimdir bəs? Gəlin baxaq, fasilitator kimdir sualına cavab verək. Fasilitator kimdir? Baxın, fasilitator prosesi idarə edən şəxsdir. Fasilitator kimdir? Prosesi idarə edən şəxs. Prosesi idarə edən şəxs fasilitator adlanır. Fasilitator özü qərar vermir. Yəni, hər hansı bir sinif daxilində bir işlə əlaqəli olaraq, bir fəaliyyətlə əlaqəli olaraq fasilitator qərar vermir. Amma burada nə edir fasilitator? Amma səmərəli qərar verməyə, təhlil və qiymətləndirmə aparmağa kömək edir. Deməli, fasilitator prosesi idarə edən şəxsdir. Fasilitator qərar vermir, amma səmərəli qərar verməyə, bax, bu səmərəli sözünün altına xətt çəkmək lazımdır ki, səmərəli qərar verməyə, təhlil və qiymətləndirmə aparmağa kömək edir. Bax, fasilitator məhz bu aid, yəni bu deməkdir. Müasir təhsildə müəllimin yanaşması fasilitatorluqdur. Yəni, müasir təhsildə müəllim yanaşması fasilitatorluq olmalıdır, fasilitatorluqdur. Yəni, şagirdlərə
hazır şəkildə informasiyanı vermir, onları öyrənməyə zövq edir, onlara öyrənmənin yollarını öyrədir. Onlarda metakognitiv bilik və bacarıqları formalaşdırır. Bax, fasilitatorun, belə deyək də, obrazını qeyd edirik, yəni fasilitator müəllim obrazını. Deməli, hazır şəkildə informasiyanı vermir, onları öyrənməyə sövq edir, onlara öyrənmənin yollarını öyrədir, metakognitiv bilik və bacarıqları şagirdlərdə formalaşdırır. Problemi səmərəli həll etməyə yönəldir. Problemi də səmərəli həll etməyə yönəldir fasilitator müəllim obrazı. Yəni, müəllim burada scaffolding edir. Scaffolding də bilirsiniz, müvəqqəti göstərilən dəstəkdir. Yəni, şagird müstəqil işi yerinə yetirənə qədər verilmiş, göstərilmiş dəstəkli körpü rolunu oynayır. Bəziləri belə yanlış düşünürlər ki, əgər fasilitator prosesi kənardan izləyib idarə etməklə məşğuldursa, deməli onun fəaliyyəti passivdir. Bəziləri belə düşünür fasilitator haqqında. Bəziləri də düşünürlər ki, fasilitasiya etmək prosesi uzaqdan sadəcə müşahidə etmək deməkdir. Bax, bu iki yanaşma da yanlışdır. Bunlar hamısı yanlış fikirlərdir, hər ikisi. Yanlış fikirlərdir. İnsanı yönətmək, yəni insana yol göstərmək, insanı yönətmək, ona informasiyanı hazır şəkildə verməkdə daha faydalıdır. Fasilitator bəs bu işi görür, yerinə yetirir. Yəni, insana yol göstərmək, insanı yönətmək, ona hazır şəkildə informasiya ötürməkdən daha faydalıdır. İnsanı yönəldən zaman fasilitatorluq bacarıqları işə düşür. Hər bir müəllimin özündə də fasilitasiya bacarıqları formalaşdırılması lazımdır ki, bunu dərslərdə, belə deyək də, bu obrazı şagirdlərə nümayiş edə bilsin. Fasilitator müəllim şagirdləri necə və hara yönəldəcəyini də özü yaxşı bilir. Yəni, istifadə etmək üçün verdiyi material və resurslarla da özü əvvəlcədən, yaxından tanış olur. Deməli, fasilitator müəllimin işi ondan ibarətdir ki, müəllimlər, burada artıq müəllim hazır şəkildə informasiya ötürmür. Müəllim o informasiyanı şərait yaradır ki, şagird özü araşdırıb əldə etsin. Bəs müəllim burada nə rol oynayır? Müəllim burada şagirdi yönəldir, şagirdə yol göstərir. Yolu göstərir, deyir ki, bu yolla get, o yolun sonunda olan informasiyanı özün əldə et. Bax, budur fasilitatorun işi, fasilitasiya müəllim obrazının işi. Sadəcə burada nə iş gördü müəllim? Müəllim burada şagirdə müstəqil öyrənməyə şərait yaradır. Müəllim burada şagirdə istiqamət, yol göstərir. Şagird özü gedib aktiv şəkildə onu əldə edir. Yəni, burada o bayaqdan da eşidirik, bayaqdan da səsləndirirəm ki, yeganə informasiya mənbəyi müəllim deyil. Şagird özü də müstəqil şəkildə öyrənə bilər. Sadəcə müəllim yol göstərir, müəllim şagirdi yönəldir, şagird həmin yolun sonunda olan biliyi özü müstəqil şəkildə əldə edir. Bax, fasilitator kimdir deyəndə, fasilitator məhz buna deyilir. Fasilitator müəllimi səmərəli təlim mühiti yaradır. Bax, fasilitator müəllim sinifdə səmərəli təlim mühiti yaradır. Şagirdlərin həm intellektual, həm fiziki, həm psixoloji inkişafını təmin edir. Deməli, fasilitator müəllim sinifdə səmərəli təlim mühitini yaradır. Bununla yanaşı şagirdlərin həm emosional, həm intellektual, həm fiziki və psixoloji inkişafını təmin edir. Bundan başqa, fasilitator müəllim şagirdlərin potensialını müəyyənləşdirir. Səmərəli metod və üsullardan istifadə edir. Baxın, görürsünüz, fasilitator müəllimin nə qədər iş yerinə yetirir, icra edir. Bu oldu fasilitator kimdir sualının cavabı. Bax, bu hal-hazırda izah etdiklərimiz. İndi keçək, fasilitator müəllimin rolu nədir? Fasilitator müəllimin 3 əsas rolu var. Həmin rollar haqqında danışaq.
fasilitator müəllimin rolu nədir? Fasilitator müəllimin rolu nədir? Birinci rol bələdçi müəllim rolu. Birinci rol budur. Birinci rol bələdçi müəllim roludur. İkinci rol məlumatla təmin edən. Üçüncü rolda tədqiqatçı müəllimdir. Deməli, fasilitator müəllimin rolu nədir deyəndə 3 əsas rolu var. Bələdçi müəllim rolu, məlumatla təmin edən, tədqiqatçı müəllim. İlk olaraq baxaq bələdçi müəllim roluna. Bələdçi müəllim rolu nə deməkdir? Yəni müəllim şagirdi yönəltməli, istiqamət verməli, onların potensialını müəyyənləşdirməyi bacarmalı və inkişaf etdirməlidir. Deməli, bələdçi müəllim rolu nə oldu? Şagirdləri yönətməlidir, şagirdləri istiqamət verməli, onların potensialını, yəni mövcud səviyyələrinin potensialını müəyyənləşdirməyi bacarmalı və inkişaf etdirməlidir. Bu yalnız, bax, bu qeyd etdiklərimiz yalnız təlim prosesində deyil, həm də məktəbdən kənar fəaliyyətlərində də özünü göstərməlidir. Həm təlim prosesində də ola bilər, həm də məktəbdən kənar fəaliyyət. Yəni, yalnız biz təlim prosesdə bunlarla, belə deyək də, istiqamətləndirmək, yol göstərməklə kifayətlənməli deyilik. Eyni zamanda məktəbdən kənar fəaliyyətlərdə də müəllim şagirdləri yönətməlidir, istiqamət verməlidir. Məsəl üçün, şagird hər hansı bir proqrama deyək, kursa cəlb etməklə misal göstərmək olar. Yəni, məktəbdə kənar hər hansı bir fəaliyyətə cəlb etmək, onu istiqamətləndirmək, ona yol göstərmək ki, hər hansı bir kursa cəlb edə bilər, dil kursuna, nə bilim, digər kurs növlərinə. Yəni, bu da nədir? Şagirdə istiqamət verir, şagirdi yönəldir. Bu, fasilitator müəllimin hansı roluna aid olur? Bələdçi müəllim roluna aid olur. Keçək ikinci, məlumatla təmin edən. Deməli, məlumatla təmin edən deyəndə ilk növbədə onu qeyd edim ki, müəllim öz fənni, texnologiyalarla, dünyada baş verən yeniliklərlə tanış olmalı və şagirdləri yönətməlidir. İlk öncə müəllim özü öz fənni haqqında kifayət qədər bilik bacarıqlara yiyələnməlidir, bilməlidir və zaman keçdikcə dünyada baş verən o yeniliklərlə, o fənni ilə bağlı da olsun, yeniliklərlə tanış olmalıdır ki, sonra şagirdləri yönəldə bilsin. Müəllim şagirdlərin dünya görüşünü, savadını, təsirini inkişaf etdirən şəxs olmalıdır. Bax, məlumatla təmin edən bölməsində, deməli, müəllim şagirdlərin dünya görüşünü, savadını, təsirini inkişaf etdirən şəxs olmalıdır. Əsas məsələ də bunu necə etməkdən ibarətdir ki, bunu da müəllim şagirdləri öyrənilən məzmunla bağlı müxtəlif məqsədyönlü resurslarla təmin etməlidir. Yəni, belə deyək, hər hansı bir məzmunla bağlı müxtəlif resurslarla təmin etməlidir müəllim. Bax, burada qeyd olunan məqama da deyin, qulaq asın, baxın, məlumatlarla təmin etmək. Deməli, həmin resurslarda məqsədə çatmaq
daha asan olur. Yəni o təmin olunan resurslar vasitəsilə də məqsədə çatmaq daha asan olur. Deməli, məlumatla təmin edən əvvəlcə müəllim öz fənni, texnologiyalarla, dünyada baş verən yeniliklərlə tanış olmalı və şagirdləri yönəltməlidir. Müəllim şagirdlərin həm dünya görüşünü, savadını, təhsilini inkişaf etdirən şəxs olmalıdır. Əsas məsələ də burada onu necə etməkdən ibarətdir. Müəllim şagirdləri öyrənilən məzmunla bağlı müxtəlif məqsədyönlü resurslarla təmin edəndə məqsədə çatmaq daha asan olur. Yəni, əvvəlcədən, belə deyim, məlumatlarla təmin edilməlidir. Resurslarla təmin edilməlidir ki, məqsədə çatmaq da daha asan olsun. Bu oldu məlumatla təmin etmək. Üçüncü, fasilitator müəllim roluna aiddir tədqiqatçı müəllim. Tədqiqatçı müəllim nədir? Yəni, müəllim daim şagirdləri yaxından tanımağa çalışmalıdır. Yəni, daim şagirdləri tanımaq üçün onları çalışmalıdır, onlarla söhbət etməlidir, çalışmalıdır ki, onları yaxından tanısın. Şagirdlər məktəbə, məsəl üçün, müxtəlif ailələrdən gəlirlər. Ona görə də onların məsələlərə yanaşması, təhlil etməsi, qiymətləndirməsi fərqli ola bilər. Yəni, hərə bir ailənin mühitində böyüyüb, hərə bir xüsusiyyətə malikdir. Müəllim ilk olaraq şagirdlərin bu fərqli xüsusiyyətlərini, bu, belə deyim də, hər bir sinifində qarşısında əyləşmiş bütün şagirdləri nə etməlidir? Tanımalıdır. Müəllim şagirdi düzgün yönətmək üçün mütləq onların fikirlərlə tanış olmalıdır. Bax, düzgün şagirdi yönətmək üçün ilk növbədə müəllim nə etməlidir? Həmin şagirdləri, belə deyim də, fikirləri ilə tanış olmalıdır. Müəllim o vaxt fasilitator rolunda çıxış edir ki, o mühazirə tipli dərs formasından çıxır, dərslərdə interaktiv təlim metodlarında layihə əsaslı, problem əsaslı öyrənmə və öyrənmə metodlarını tətbiq etsin. Yəni, belə deyək də, mühasirə tipli dərs tiplərindən fasilitatorun müəllim funksiyasını yerinə yetirən müəllim bu tip dərslərdən uzaqlaşmalıdır. Yəni, bu formada dərslərini təşkil etməli deyil. Dərslərdə interaktiv təlim metodlarından, layihə əsaslı, problem əsaslı öyrənmə təlimlərindən tətbiq etməlidir. Bunda əsas məqamlardan biri şagirdə informasiyanı, yenə deyirəm, hazır şəkildə ötürülməməlidir. Müəllim daim şagirdi müşahidə etməlidir, onların maraqları ilə tanış olmalıdır, onların fərdi xüsusiyyətlərini nəzərə alaraq uyğun müasir üsullarından istifadə edərək istiqamətləndirməlidir. Deməli, tədqiqatçı müəllim bir yerdə dayanmır. Tədqiqatçı müəllim araşdırır. Həm şagirdlərin, deməli, yaxından tanış olur, şagirdlərin fikirlərini, mütləq şagirdlərin fikirləri ilə tanış olmalıdır ki, onları düzgün yönətmək olsun. Sonra tədqiqatçı müəllim sinifində, dərslərində heç vaxt mühazirə tipli dərslər formasında dərslər təşkil etmir. Dərslərində interaktiv təlim metodlarından, bayaq da qeyd edildi, layihə əsaslı, problem əsaslı, oyun əsaslı təlim metodlarından istifadə edir. Şagirdə heç vaxt hazır şəkildə informasiya, bilik ötürmür. Müəllim daim şagirdi müşahidə edir, onların fərdi xüsusiyyətlərini öyrənməli və onların maraq dairəsini nəzərə alaraq onlara uyğun müasir üsullarından dərslərində nə etməlidir? İstifadə etməlidir və şagirdləri istiqamətləndirməlidir. Bax, bu tədqiqatçı müəllim roluna aiddir, müəllimlər, əziz müəllimlər. Keçək, səmərəli fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir? Bu hissənin izahına. Deməli, səmərəli fasilitator olmaq üçün
Müəllim hansı fəaliyyətləri icra etməlidir? Etməlidir. Gəlin baxaq, bu suala cavab verək. Deməli, səmərəli fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir? İlk olaraq onu qeyd edim ki, təlim nəticələrini şagirdlərə əvvəlcədən paylaşmalıdır. Yəni, təlim nəticələrini şagirdlərə əvvəlcədən bildirməlidir. Deməli, təlim nəticələrini şagirdlərə əvvəlcədən paylaşmalıdır. Virgül qoyaq. Yəni, paylaşmalıdır deyəndə bildirməlidir. Şagirdlərə məlumat verməlidir, bildirməlidir. Deməli, ilk olaraq səmərəli fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir sualına cavab verən zaman ilk fəaliyyət odur ki, təlim nəticələrini şagirdlərə əvvəlcədən paylaşmalıdır, yəni şagirdlərə bildirilməlidir. Yəni, bu nə deməkdir? Əlbəttə ki, təlim nəticələrini əvvəlcədən şagirdlərə elan olmalıdır. Yəni, şagirdlərə dərsə cəlb olunmasını təmin edir. Bax, təlim nəticələrinin əvvəlcədən şagirdlərə elan edilməsi, bu da nəyə gətirib çıxarır? Şagirdlərin dərsə cəlb olunmasını təmin edir. Onların fəaliyyətini, belə deyək, məqsədyönlü edir. Deməli, hər bir müəllim dərsə başlamamışdan əvvəl dərsin təlim nəticəsini, dərsin məqsədini şagirdlərə əvvəlcədən elan etməlidir. Yəni, şagirdlərə bildirilməlidir ki, bu dərsin sonunda hansı bilik bacarıqları əldə edəcəklər. Bu əvvəlcədən, yəni, müəllim elan etməlidir, şagirdlərə bildirməlidir. Bunun nəticəsində şagirdlər dərsə daha yaxşı cəlb olunurlar və fəaliyyət daha məqsədyönlü olur. Birinci məhz edəcəyi fəaliyyət budur. İkinci fəaliyyət fasilitator müəllimin, deməli, səmərəli fasilitator olmaq üçün müəllimin edəcəyi fəaliyyətləri qeyd edirik. İkinci fəaliyyət şagirdlərin məqsəd və maraqları ilə tanış olması. Şagirdlərin məqsəd və maraqları ilə tanış olunması. Deməli, ikinci fəaliyyət budur. Şagirdlərin məqsəd və maraqları ilə tanış olunması. Deməli, şagirdlərin məqsəd və maraqlarını bilmək üçün onlarla söhbət etmək lazımdır. Deməli, şagirdlərin maraq dairələrini, məqsədini öyrənmək üçün ilk olaraq müəllim onlarla söhbət etməlidir. Bundan başqa müəllim anket sorğu üsulundan istifadə edə bilər. Yəni, sinifində anket sorğu keçirmək də lazımdır ki, şagirdlərlə yaxından tanış olmağa, belə deyək də, kömək edə bilərmi? Yəni, bu üsul müəllimlərə, şagirdlərlə yaxından tanış olmağa, onların maraq dairələrini öyrənməsi üçün. Bəs, belə deyək, şagirdlərlə yaxından tanış olmaqla onlarla həm münasibəti, həm də təlim fəaliyyətini daha maraqlı qurmağa kömək edəcək. Deməli, müəllim, belə deyək, şagirdlərlə
tanış olmaqla, şagirdlərin məqsəd və maraq dairələrini bilməklə həm şagirdlərlə olan münasibətinə bu müsbət təsir olacaq, həm də təlim fəaliyyətini daha maraqlı qurmağa müəllimə kömək edəcək. Bax, bu şagirdlərin məqsəd və maraqları ilə tanış olmaqdır. Hansı üsuldan istifadə olunur burada? Anket sorğu. Sorğu üsulunu keçirdə bilər müəllim. Həm sorğu üsulundan istifadə edə bilər, həm də şagirdlərlə söhbət apara bilər, söhbət edə bilər. Bax, onların maraq və məqsədlərini öyrənmək üçün. Üçüncü fəaliyyət şagirdlərinizi cəlb edindir. Şagirdlərinizi cəlb edin. Şagirdlərinizi cəlb edin nədir? Yəni, şagirdlərdə təlim fəaliyyətinə maraq oyatmaqdır. Şagirdlərinizi cəlb edin, şagirdləri həvəsləndirməkdir, onların təlim fəaliyyətinə maraq oyatması prosesidir bu. Yəni, onları prosesə cəlb etmək üçün də müəllimlər şagirdlərlə danışaraq, necə məşğul olmaq istədiklərini müəyyənləşdirə bilməlidir. Yəni, belə deyək də, şagirdlərlə, burada da əsas nədir? Şagirdlərlə danışmaqdır, onlarla söhbət etməklə onların, belə deyim, həvəslərini, maraqlarını öyrənə bilər. Bu da sonra təlim fəaliyyətində ondan istifadə edə bilər müəllim. Yəni, şagirdlərinizi cəlb edin deyəndə, şagirdlərdə təlim fəaliyyətinə maraq oyatmaq prosesidir bu. Onları prosesə cəlb etmək üçün müəllimlər şagirdlərlə danışaraq necə məşğul olmaq istədiklərini müəyyənləşdirə bilməsidir. Bax, bu şagirdlərinizi cəlb edindir. Yəni, belə deyək də, dərsə maraq oyatmadır, fəaliyyətə maraq oyatma prosesidir, şagirdlərdə həvəs oyatmaq, həvəsləndirmək prosesidir bu bir növ. Keçək dördüncü fəaliyyətə. Deməli, səmərəli fasilitator olmaq üçün müəllim hansı fəaliyyətləri icra etməlidir? Fəaliyyətlərdən dördüncüsü sinif otağından kənara çıxındır. Sinif otağından kənara çıxın. Sinif otağından kənara çıxın nə deməkdir? Yəni, belə deyək də, öyrənmə yalnız sinif daxilində baş verməsi prosesi deyil. Yəni, yalnız biz deyə bilmərik ki, öyrənmə sinif daxilində baş verən bir prosesdir. Yəni, bu cür fikir yanlış fikirdir. Çünki sinifdən kənardadır, hər yerdə öyrənmə baş verə bilər. Sinifdə öyrəndiklərimizi, sinifdə keçirilən mövzularımızı həyatla əlaqələndirməsi də şagirdləri daha çox motivə edər. Yəni, daha çox öyrəndiklərini həyatda tətbiq etsələr, daha yaxşı öyrənərlər. Uzun müddətli yaddaşda qalar onların öyrəndikləri. Daha çox möhkəmlənər. Bilik və bacarıqları, belə deyək də, həmin bilikləri bacarıqla, vərdişə çevirə bilər. Həyatda tətbiq etməklə onu, belə deyək, daha da yaxşı öyrənməsinə, effektiv öyrənməsinə, daha da yaxşı möhkəmlənməsinə kömək edər. Bu da həmçinin də bu şagirdləri daha çox motivə edər. Yəni, şagird öyrəndiklərini harada tətbiq edə biləcəyini aydın şəkildə görəndə öyrənməsi və tətbiqi məqsəd yönlü olur. Yəni, şagird sinif daxilində öyrənir həmin biliyi öyrəndikdən sonra o biliyi həyatda, yəni sinifdən kənara çıxır, həyatda harada tətbiq edəcəyi biləndə, harada tətbiq edəcəyini aydın şəkildə görəndə öyrənməsi və tətbiqi məqsəd yönlü olur şagirdin. Buna, məsəl üçün, layihələrin yerinə yetirilməsi, şagirdlərin ekskursiyaya aparmasını biz misal göstərə bilərik. Məsəl üçün, ekskursiya aparması o şagirdlərdə həm həvəsli olurlar, həm ətrafı görür, həm belə deyək də,
gəzməsini təmin edir, həm də müəyyən biliklərin əldə edilməsi təmin olunur, belə deyək. Yəni, həm burada şagirdlər özləri də həvəsli olurlar. Onları, belə deyim, daha çox motive edir, bax, bu sinif otağından kənara çıxmaq. Yəni, bu nə oldu? Yalnız sinif daxilində öyrənmə baş vermir, öyrənmə hər yerdə baş verir. Sinifdə öyrəndiyimizi həyatla əlaqələndirməliyik, həyatda tətbiq etməliyik, şagird bilməlidir. Sinifdə əldə etdiyi o biliyi həyatda harda tətbiq edəcəyi aydın şəkildə görməlidir ki, o məqsəd yönlü olsun. O daha yaxşı, effektiv şəkildə yadda qalsın, möhkəmlənsin. Bu oldu, deməli, sinif otağından kənara çıxmaq. İndi keçək fasilitator müəllimin özündə formalaşdıracağı bacarıqlar. Deməli, fəaliyyətlər 4 dənə oldu. Bir də biz ümumiləşdirsək, fasilitator müəllimin rolu 3 dənə oldu. Bayaq biz qeyd etdik, bələdçi müəllim rolu məlumatla təmin edən, bir də tədqiqatçı müəllim. Səmərəli fasilitator olmaq üçün müəllimin yerinə yetirəcəyi fəaliyyətlər isə 4 dənə oldu. Hansı oldu? Təlim nəticələrinin şagirdlərə əvvəlcədən elan edilməsi, bildirilməsi oldu. İkincisi, şagirdlərin məqsəd və maraqları ilə tanış olması oldu. Üçüncüsü, şagirdlərinizi cəlb edin oldu. Dördüncüsü isə sinif otağından kənara çıxındı. Bu fəaliyyətlərdir. İndi keçək fasilitator müəllimin özündə formalaşdıracağı bacarıqlara. Fasilitator müəllimin özündə formalaşdıracağı bacarıqlar. 4 bacarıqdır. 4 bacarıqdır. Birinci bacarıq müşahidə etmək bacarığıdır. Müşahidə etmək bacarığı. Birinci bacarıq müşahidə etmək bacarığıdır. Yəni, müşahidə etmək bacarığı deyəndə nə başa düşürük? Yəni, şagirdlərin müəllim daim müşahidə etməlidir. Daim onları izləməlidir, müşahidə etməlidir. O müşahidə zamanında yalnız nəticəyə deyil, yəni nəticələri müşahidə etmək, yalnız nəticəyə deyil, prosesə də diqqət yetirməlidir müəllim. Yəni, nə elədiklərindən başqa, necə etdiklərinə də fikir verməlidir. Deməli, müşahidə etmək nə oldu? Şagirdləri müəllim daim müşahidə edir, daim izləməlidir. Daim müşahidə etmək, izləmək də yalnız proseslə deyil, deməli, yalnız nəticə ilə deyil, proses yox, yalnız nəticə ilə deyil, müəllim eyni zamanda da prosesə də diqqət yetirməlidir. Yəni, bu nə deməkdir? Yəni, şagirdlərin nə elədiklərindən başqa, necə elədiklərinə fikir verməlidir. Bax, bu olur müşahidə etmək bacarığı. İkinci bacarıq dinləmək bacarığıdır. Dinləmək bacarığı, yəni, bu necə bacarıqdır? Müəllim şagirdi yalnız eşitmək istədiyi cavabı almaq üçün deyil. Yəni, müəllim özünün eşitmək istədiyi cavabı almaq üçün deyil, ümumiyyətlə, onların nəyə necə cavab verdiklərinin hamısını dinləməlidir. Deməli, müəllim burada əsas nə oldu? Müəllim burada şagirdi yalnız özünün, belə deyək də, eşitmək istədiyi cavabı almaq üçün dinləməli deyil. Almaq üçün deyil, ümumiyyətlə onların nəyə necə cavab verdiklərini dinləməlidir. Yəni, şagirdləri nəinki sual-cavabda dinləmək, onları müəyyən prosesdə işləyən zamanda dinləmək lazımdır. Yəni, sual-cavabda dinləmək yox,
müəyyən proseslərdə də dinləmək lazımdır və bu dinləmə zamanı da şagirdlərin özlərinə hiss etdirmədən etməlidir müəllim. Bax, bu olur dinləmək bacarığı. Üçüncü, məqamında düzgün müdaxilə etmək bacarığıdır. Məqamında düzgün müdaxilə etmək. Məqamında düzgün müdaxilə etmək bacarığı. Bu necə bacarıqdır? Yəni, şagirdlərin fəaliyyətini düzgün yönəltmək və idarə etmək məqsədi ilə müəllim lazımı məqamında prosesə müdaxilə etməlidir. Yəni, sonradan yox, yerində, vaxtında rəy verilməlidir. Yəni, məqamında düzgün müdaxilə etmək bacarığı o deməkdir ki, məsəl üçün, hər hansı bir rəy verən zaman biz şagirdi gecikdirə bilmərik. Vaxtında, anında rəy verməliyik. Məqamında müdaxilə etməliyik. O işin düzəldilməsi üçün vaxtında, məqamında yerinə yetirməliyik. Sonra biz onu versək, artıq onun əhəmiyyəti qalmayacaq. Deməli, bu bacarıq nə oldu? Məqamında düzgün müdaxilə etmək bacarığıdır. Biz məqamında düzgün rəy verməliyik şagirdlərə. Dördüncü isə planlaşma və hazırlıqdır. Planlaşma və hazırlıq. Planlaşma və hazırlıq bacarığı necə bacarıqdır? Yəni, fasilitasiyanı səmərəli aparmaq üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Bax, görürsünüz, planlaşma və hazırlıq. Planlaşma nə zaman olur? Əvvəlcədən hazırlıq prosesi baş verməlidir. Hazırlıq prosesini yerinə yetirmək lazımdır. Deməli, fasilitasiyanı səmərəli aparmaq üçün əvvəlcədən hazırlaşmaq lazımdır. Bu da təlim zamanı prosesin həm axacıqlığını, yəni təmin edir, həm də sistemlilik yaradır. Yəni, sistemlilik yaradır, tədrisin düzgün təşkil olunmasını təmin edir. Deməli, bu əvvəlcədən bu cür hazırlıq zamanı həm prosesin sistemliyini, axacıqlığını, ardıcıllığını, belə deyək, təmin edir, həm də tədrisin düzgün idarə edilməsi üçün ona baxış formalaşdırır da. Öncədən baxış, belə deyək, bir gözdən ötürmə, bax, bu cür proseslərə imkan verir. Bu da olur, yəni, planlaşma və hazırlıq. Əvvəlcədən planlaşma və hazırlıq etməlidir müəllim. Səmərəli fasilitasiya prosesini həyata keçirməkdən ötürü. Yəni, fasilitasiyanı səmərəli aparmaqdan ötürü nə etməlidir müəllim? Əvvəlcədən hazırlaşmaq lazımdır bu prosesə. Bu da təlim zamanı prosesin həm axıcılığını təmin edir, həm sistemlilik yaradır və tədrisin düzgün idarə olunmasını təmin edir. Bax, müəllimlər, bu da bizim müəllimin fasilitasiya bacarığı dərsimizin izahı idi. Hər biriniz dərsimizi bəyənərsiniz, fikirlərinizi yazarsınız. Sağ olun, hər birinizə uğurlar.